En çok istifadə etdiyim texnoloji cihaz hansıdır? En çok hal-hazırda texnoloji cihaz telefondur da. Telefondan istifadə edirəm. Yəni keçini də bilərəm, heç keçini bilmirəm. Başqa sualın var mı? Hayır, çok. Gələcək dünyanı necə təsəvvür edirsən? Gələcəkdə məncə texnologiya daha çox inkişaf edəcək. Daha çox kompüter əslində etdiyimiz üçün, yəni texnoloji alətlər daha çox olacaq. Çox sağ olun. Sizcə yaxşı insan olmaq üçün dinə ehtiyac var? Yox, yaxşı insan olmaq üçün dinə ehtiyac lazım deyil. Yaxşı insan olmaq üçün oğlum, insanda birinci vicdan olmalıdır. Eğer sənin vicdanın varsa, orada hər şey toplanır. Anlatabildim? Evet. Əşraf mühiti qorumaq üçün sən nə edərdin? Mən çalışardım ki, insanlar təbiətimizə ziyan vurmasın. Təbiət də bizim yaşam qaynağımızdır və cərimələr kim təbiətimizi çirkləndirirsə, onlara cərimə vurulsun. Öz məktəbin haqqında film çəksəydin, adı nə olardı? Gələcəyin uğurları. Bunlardan birini seç. En güzel alet hayatı nasıldır? Ailemle olan her an ailemin en güzel hatıram benim. Sosyal medyada paylaşmaq qədər sən nəyə diqqət edirsən? İstifadə eləmirəm. Sadece ailede en vacip değer nedir? Dini bacılar. Benim hayalımdaki neşe vəkil olmalıdır. Çünki bu ölkəyə ədalət gətirmək istəyirəm. Sənin üçün qəhrəman kimdir? Mənim üçün qəhrəman anamdır. Çünki məni böyüdüb, bu yaşa çatdırıb, savad verib. Mənim üçün əsas həyatda qəhrəman anamdır. Pul daha vacibdir, yoxsa xoşbəxtlik? Niyə? Məncə pul yox, xoşbəxtlik daha vacibdir. Niyə? Nə bilim, insan xoşbəxt olanda hər şey daha gözəl olur. Pula ehtiyac olmur. Səncə yaxşı insan olmaq nə deməkdir? Yaxşı insan olmaq sadəcə özünü deyil, başqalarına düşünməkdir. Sizcə dostluq nə deməkdir? Məncə dostluq güvən deməkdir, etibar deməkdir. Səncə insan dünyaya nə üçün gəlir? Yaşamaq üçün. Həyatda ən çox nədən qorxursan? Allahdan. İnsanlar heyvanlardan ne öğrenebilir? İnsanlar heyvanlardan...